Herkese selam dostlar. Bugün de yepyeni bir video ile gelmişim. Bilgi videosu ile gelmişim. Bugünkü videomuzda 1 milyar indirmeye özel olan oyuncuların hansı yaxşıdır ve bu paketten seçmeli sözleşme olacak mı, olsa hansını alaq tipinde bir video olacak. Öncelikle oyuna her gün giriş ederek 7 dənə belə 1 milyar indirme kampanyasını her gün giriş edip bir oyuncu alabilirsiniz. Girmediğiniz günlerde ise oyuncunun yani açmaq üçün paket açılımı alabilmezsiniz. Buradan siz geçerek tabii ki bu kutunun içerisinde gelir. Kutunun içerisinden alırsınız gelir yani bu şekilde. Daha sonra buradan sözleşmelerin içerisinden gələk buralardadır. Bu buradadır. Hal-hazırda girmək olmur. Sadəcə 09.04.2026 06.00'da açılacaq. Məndə biri gedib ona görə ikisi qalıb. Yox, bir gün girməmişəm. Burada Ronaldinho var, Agiolo Peruzzi var və Steven Gerrard var. Yəqin ki paketdə digər isimlər olacaq və paket neçə oyunçulu ola bilər? Belə bir sual da var. Böyük ehtimal ki 250 oyuncu olacaq və buradan yəqin ki 30 dənə açma haqqımız olacaq. Mən belə fikirləşirəm. Paketin buradan biz bilgilərinə gəldikdə həmin paketin buradan görürük ki F1 milyon sayısına ulaşdı və buna özeldəki bizə bunu verirlər 7 dənə açılım haqqı verib və buradan bizə göstərir və deyir ki bu yəni belə deyək oyuncunu çıxarmaq istəyirsinizsə sadəcə və sadəcə buradan aça bilirsiniz. Yəni çıxarmağın tək yolu açılımdır. Yəni sözləşmə veriləcəyi deyilmir. Buna görə sözləşmə olmayacaq. Bu oyuncuların səviyyələrinə də biz bir keçid edək və hansı oyuncunu yəni belə deyək əgər seçməli olsa ala bilərsiniz. Ona da bir dəyinək. Amma burada yəqin ki bu 3 oyuncudan çox olacaq. Hal-hazırda EFI Hub nə bilim nəsə belə bir uygulamaya gəldik. Burada yəni ilk 2 oyuncu çıxır, Ronaldinho və digər oyuncu. Ronaldinho'nun buradan yəni belə də max səviyyəsi 103'e qədər çıxır, yəni 104 olacaqdır böyük ehtimal. Çift vuruşu falan olan bir oyuncudur. Amma burada yəni 2 dənə nüans var. Bu qapıcı var. Bunda güclər çox yaxşı, amma 2 dənə problem var. Birincisi Ronaldinho düzdür, verimli kanatdır, amma zaten sizdən məncə köhnə paketlərdən açıb əgər çıxara bilənlər varsa Ronaldinho var və oyuncunu oynadıblar. Məncə hal-hazırda da heç heyətlərində yoxdur. Bu oyuncu biraz estetik oyuncudur. Yəni bununla çalım atıb oyuncu keçməkmi, belə şeylər daha rahat olur. Yəni bu oyuncunu heç çox adam oynatmırdı deyə bilərəm əslində. Baxır kimin yəni belə deyək özünə uyğunsa o və yaxud kim çox xoşlarsa heyətində oynadır. Əgər seçməli sözləşmə olsa bunu almaq heç belə deyərəm seçim arasında belə almaq düz bir iş deyil. Digər oyuncu yəni qapıcı budur. Bu qapıcını ümumiyyətlə almayın. 1.81 boyu var. Zaten kiçik boylu qapıcılar yəni topu çox tez buraxırlar. Uzanmaları çox zəifdir. Bu qapıcını da alıb özünüzə dərd açmayın. Steven Gerrard digər oyuncu budur. Bunun da bu kartıydı. Bu kartda 104'tü, yəqin ki 105'e qədər çıxa biləcək bir oyuncudur. Steven Gerrard bu paketdən ümumiyyətlə hələ ki alına biləcək bir oyuncudur. Çünki həm defansif özəllikləri var, həm sürəti var, həm pası var, həm pasçıdır, həm defansivçidir, həm topu yaxşı sürə bilir, həm sürəti var, həm dayanıqlıq. Bir də tam orta sahadır bu oyuncu. Yəni buna görə bu oyuncunu da almağı məsləhət görürəm. Dostlar, digər bir şey də var ki, onu da mən buradan qeyd edim. Belə paketlərdə hər zaman bir dənə kaleci veriblər, bir dənə sağ, bir dənə də göbək. Yəni santrafor hələ ki yoxdur. Deməli bir oyuncu. Bəli dostlar, orada da qeyd etdiyim kimi oyunculardan santrafor, stoper, sağ bek və ya sol bekdə gələ bilər. Çünki 6 oyuncu mən fikirləşirəm. Bunlardan biri Berbatov ola bilər. Santrafor kimi həm səviyyəsi çox yüksəklərdə deyil, həm də belə deyək oyuncunun özü bir epik kimi yetdiyinə görə Berbatovun məncə bu paketdə ola biləcək oyunculardan biridir.
Və bəli, yenidən görə biləcəyimiz oyunçulardan biri bu Albert Ferrerdir. Çünki həm stoper, həm sağ bek pozisyonunda oynaya bilir. Məncə görə biləcəyimiz oyunçulardan biri də Albert Ferrerdir. Bunu da paketin içərisinə əlavə edə bilərlər. Bu o demək deyil ki, mütləq bunlar olacaq, amma bir təxmindir ki, bu oyunçular ola bilər. Yəni çünki qapıcı var, belə deyək, köbək oyunçusu var, yəni mərkəz oyunçusu var, sınaq oyunçusu var, amma nə santrafor yoxdur, nə stoper, nə sağ, nə də sol bek. Bunu yəni Konami həmişə eləyir. Ümumi bütün mövqelərdən bir dənə oyunçu da olsa gətirib qoyur. Yəni o sınaqların hamısında oynaya bilər. Ona görə bu oyunçunun da olma ehtimalı böyükdür. Yəni bu olmasa başqa bir sağ bek mütləq ki olacaq. Və bəli, bir digər oyunçu kim ola bilər? Franz Beckenbauer ola bilər. Bu Beckenbauer'un bu kartlarından biri və yaxud da ki bu kartı belə ola bilər. Çünki Franz Beckenbauer həm defansif, həm də stoper oynaya bilən bir oyunçudur və Konami'nin tez-tez hədiyyələrdə belə deyək, üstün tuta biləcəyi bir oyunçudur. Çünki başqa kartlar da var. Bu kartını belə o vaxt hədiyyə etmişdi, yeni edə bilər. Yəni bunlar hamısı bir təxmindir dostlar. Çünki məncə bir belə deyək, stoper lazımdır, bir sol bek ya sağ bekləri, bir dənə də santrafor mütləq ki olmalıdır. Santrafor o demək deyil ki, bunlar olsun, amma bir oyuncu ola bilər, o Adriano da ola bilər. Yəni bu oyunculardan mütləq biri olacaq. Videomuz bu qədər. Videomuza like atıb abunə olmağı unutmayın. Hamınızı çox sevirəm. Sağ olun dostlar.